Herkese selamlar dostlar. Bugün sizlerle birlikte HTML'in ilk adımlarını atırıq və sıfırdan zirvəyə HTML öyrənməyə çalışacağıq bugün. Yəni bu birinci hissə videodur. Bu da sadəcə təməl hissələrə, linklərə, başlıq təqlərinə və şəkilləri əlavə etməyə baxacağıq sadəcə. Və videoda yəni daha tez başa sala bilsəm, digərlərinə də baxa bilərik. Amma hələlik plan bu cürədir. Gəlin baxaq. Əvvəl sizdən mən buraya yazmışam. Gəlin kod sətrini birinci tanıyaq. Bu arada deyim ki, bunu özüm üçün kopyalayayım. Bunu Visual Studio koddan istifadə edək. Kod yazıram. İstəsəniz Sublime Text olsun, digərləri olsun yaza bilərsiniz. Mən burada düzgün extensionlar yükləmişsinizsə əgər need işarəsini basan kimi burada default açılmalıdır. Mən bunu silirəm çünki əvvəlcədən yazdığım var. Gəlin HTML-də kod sətrindən bəzi şeylərə baxaq. Bu headdir, başlıqdır. Bunun içərisində bunu təyin edən təqlər, bu təyin olunan təqlər bunun içərisində yazılır. Unutmayın ki, HTML kodu, yəni web sayt iki hissədən ibarət olur. Başlıq və gövdə hissə. Body bədən hissədir, bu yəni gövdəsidir. Bu isə başlıqdır. Burada title tagi var, bunu irəliləyən zamanlarda görəcəyik. Bu, yəni web saytın başlıq hissəsində olan məsəl üçün HTML basic yazılır bu hissədə. Yəni bu hissədə göstərəcək. Bura nə yazsam onu göstərir. Görürsünüz ki, mən document yazmışam, onu göstərir. Body hissəsində isə biz bütün mümkün olan kodları bu hissədə yazır, web sayt yaratmağa çalışırıq. Yəni web saytın əsas konstruksiyaları bu hissədə yaradılır. İndi isə keçək. Əvvəlcə bilək, biz başlıqlara baxaq. Başlıqlar H1-dən H6-ya qədər nizamlanır. Başlıqlar H1-dən H6-ya qədər nə olur? Nizamlanır. Bunu da sizə deyim ki, HTML-də şərh yazmaq üçün, yəni şərh bilir ki, icra olmayan koddur. Şərhi yazmaq üçün bunun üzərinə nida və bunlar yazılıb, avtomatik özü Visual Code açır. Başlıqlar unutmayaq ki, başlıqlar H1-dən H6-ya qədər olur və ən böyük başlıq yazmışsın. Başlıq H1'de unutmayın ki, ən kiçik başlıq isə H6 başlığıdır. Yəni ən böyük başlığımız H1 başlığıdır, ən kiçik də H6 başlığıdır. Gəlin görək bu başlıqlar nələrdir. Burada H1 yazdım. Hello World dedim. Burada isə ən kiçiyini göstərmək üçün sizə H6 yazıb Hello World dedim. Ctrl S elədim. Yəni hər dəfə yadınızdan saxlayın ki, kodu yazdıqdan sonra Ctrl S lazımdır ki, bu web sayt əks olunsun. Live server vasitəsilə gördüyünüz kimi kod bu şəkildədir. Inspect edirəm, yəni daha dərinə göstərmək üçün. Hello World gördüyünüz kimi H1 ən böyük təqdir, H6 isə ən kiçiyidir. Bundan sonra yəni bildiyiniz kimi H1-dən H6-ya qədər hamısı ardıcıllıqla gedir. Sonra var bizim paragrafımız. Paragraf P hərfinə işarə olunur. Yəni P təqlə, açıq bağlanan P təqinin içərisində yazılır. Paragraf içərisində biz adi kontekst yazırıq, yəni normal bildiyimiz kontekst yazırıq. Buraya yazıram ki, məsələn, Hello World, Hello HTML5 məzə üçün yazdıq bura indi. Keçirik bura. Gördüyünüz kimi Hello World, Hello HTML bu şəkildə əks olunur. Yəni bura nə yazsanız mətn şəklində ora əks olunur. Ondan sonra gəlin biz linklərə baxaq. Linklər nələrdir? Qısaca bir izah edəcək. Baxın, keçən bu hissəyə. Burada gördüyünüz hər şey linklərdir.
linkdir bunların hamısı. Yəni link nədir qısacası? Gündəlik həyatda çox qarşımıza çıxır. İstər kompüter olsun, istər telefon olsun. Əgər bir yazı linkdirsə, sənin kursoru onun üzərinə gələndə işarəsini dəyişir, yəni əl işarəsini çevrilir. Bu da bizə onu göstərir ki, bu linkdir. Gördüyünüz kimi linklər A təqində yazılır. A, href, içərisində linkin adresi yazılır. Eləcə bunu kopyalayıb istifadə edəcəm. Və bunun içərisinə istinad olunan mətn. Yəni hansı mətn üzərinə gəldikdə bu olsun. Baxın, burada how to yazılıb. How to bunun içərisində yazılmışdı əvvəlcə. Bunun getdiyi link də open link deyirəm. Baxın, bu da o mətnə istinad olunmuş bir linkdir. İndi gəlin biz də öz kodumuza yazırıq. ATG-nin içərisində kontrol verirəm. İstəyirəm ki, Siri School saytına geçsin. Siri School saytına geçsin. Deyirəm ki, ingilisini yazacaq. Azərbaycan dilini çox da dəstəkləməyirlər. Düzdür, bu UTF-8 formatı bütün dilləri demək olar ki, dəstəkləyir. Ancaq ingilisində üstünlük verməyi tövsiyə edirəm. This link direction to Siri Schools website. Tutaq ki, bu Siri School saytına direction edir, yəni istiqamət verir. Keçirəm saytıma. Nə görürsünüz burada? Mavi renkli olur. Yəni bunun link olduğunu bildirdi. Adi mətnin üzərinə gəldikdə adi kursor sadəcə kursiv şəklində dəyişilir. Bunun üzərinə gəldikdə isə əl işarəsi. Deməli biz bunun sayəsində nə etdik? Link yaratdıq. Keçək HTML-də image-lərə. Linklər də bu şəkildədir. İndi image nələrdir? Bu dəqiqə ekranda image görürsünüz siz. Hansıdır? Baxın bu şəkildə. Bu reklam qoyulub, ancaq bunun özü bir image-dir. Biz image-dən istifadə edərək web-sayta şəkillər qoyuruq. Gəlin eləcə qoyaq. Eləcə bunu kopyalayıram ki, istifadə olunacaq. Kopya edeyim. Sadəcə Visual Studio Code proqramında image yazmaq kifayət edəcək ki, onu siz ora yapışdıracaq. Bu alt nədir? Əvvəlcə onu deyim ki, internet pis olan vaxtı, yəni yaxşı, zəif olan vaxtında şəkil tam yüklənməyə bilər. Və yaxud da sizin istifadə edəcəyiniz browser o şəkli dəstəkləməyə bilər. Ona görə də biz altdan onun açıqlamasını veririk ki, yəni bu şəklin yerində nə var imiş. Mən deyirəm ki, school şəklidir. Yəni, bu school şəkli olmuşdur. Ctrl S elədim. Keçirəm sayta. Gördüyünüz kimi o senaryo yaşandı. Mənim browserim onu dəstəkləmədi. Çünki o şəkil mənim databaseimdə yoxdur. Ona görə də alt açıqlaması gəldi. Bu altı silsək nə olar? Gördüyünüz kimi sadəcə şəklin işarəsi gəldi. Burada şəklin unutmayın ki, parametrləri var. Gəlin buradan bir dənə şəkil götürüm. QBFK daha dərinli göstərmək üçün. QBFK QBFK.image JPG daha doğrusu. Ctrl S edim. İndi gələk sayta baxaq. Gördüyünüz kimi bu şəkil çox ölçüsüzdür, yəni çox böyükdür. Bunun ölçəni azaltmaq üçün burada nə rola girir? Width və height parametrləri. Biz bilirik ki, ingilisində height hündürlükdür, width isə genişlikdir. Bunlar piksellə və digər ölçü vasitələrlə də ölçülür. Biz isə hələlik piksellərlə gedək şərt olaraq. Digərlərini keçdikdə görəcəksiniz. Biz 100 piksel desək, height isə 100 piksel vursa, bu 100-ün 100 piksellərlə təşkil olmuş kvadrat şəklində gəlməli şəkil. Yəni ölçüsü kiçilməlidir. Gəlin baxsaq, gördüyünüz kimi bayaqki hara, indiki hara. Yəni ölçüsümüz dəyişmiş olur. Bu da belə. İmage səciyyəti. Yəni bugünlük öyrədəcəklərimiz bu qədər idi. Bunlar unutmayın ki,
HTML basicdir, yəni HTML-in təməlləridir. İlerleyen derslerimizde de bunları bir-bir sizə öyrədəcəm. Sağ olun, salamat qalın.